Match the always hissələri birləşdirin. Attach birləşdirmək mənasını verir və yaxud da ki, nəyisə əlaqələndirmək, qoşmaq mənasında istifadə oluna bilər və bu Y variantında göstərilmişdir. Y variantında isə to fasten, join or connect something, bağlamaq, əlaqələndirmək, nəyisə bir şeylə və yaxud da ki, qoşmaq mənasında. Wear həm də özmək mənasını verir, həmçinin daşımaq, gətirmək mənasında istifadə oluna bilər. Bunun üçün ikinciyə biz B variantında accept, tolerate or endure something, especially something unpleasant. Xüsusilə xoşa gəlməyən bir şeyə, nəyəsə dözmək və yaxud da ki, qəbullanmaq, ikidə həm B variantını, həmçinin daşımaq mənasını verdiyi üçün C variantını doğru götürəcəyik ki, carry and move something to a place. Nəyəsə bir şeyi hər hansı bir yerə hərəkət etdirmək, daşımaq. Və üçüncü sözümüz to, last isə davam etmək mənasını verir. Bu isə A variantında to continue for a period of time or continue to exist. Müəyyən vaxt müddətində və yaxud da ki, nəyisə mövcud olduğu bir müddətdə onun davam etdiyini bildirəcək. D variantındakı cümləmiz isə to try to hurt or defeat using violence, zülm, zorakılıqdan istifadə etməklə kimisə incitməyə cəhd göstərmək və yaxud da ki, məğlub etmək kimi. Bu isə heç bir sözə uyğun deyil deyə düzgün variant kimi götürülə bilmir. Və qeyd etdiyimiz kimi 1 Y, 2 B, C, 3 isə A variantı, ümumi A variantımız doğru cavab götürüləcəkdir.